Salam, xoş gördüm. Mən Nüfər Həsənova. Deməli, bugün Kodere Test Bankından algoritm bölməsinə aid olan belə bir suala baxırıq. Deməli, sual bu formadadır. Algoritmin blok sxeminin icrasından sonra çıxışa 81 ədədi verilmişdir. Buna əsasən n dəyişəninə daxil edilə biləcək ən böyük ədədi müəyyən edin. Deməli, baxın, şərt hissəsində görürsünüz də, nə qədər ki, n kiçik 155 olarsa, şərt ödənərsə, dövrün gövdəsi icra olunacaq. Yox, əgər n böyük bərabərdir 155 olarsa, dövrdən çıxış baş verir və sonda s dəyişəni 81 qiymətini almışdır. Deməli, biz bunların ən böyük və yaxud ən kiçik qiymətini tapmaq üçün, biz burada, baxın, S sonda 81 qiymətini almışdır. Biz addımların sayını müəyyənləşdirməliyik. Addımların sayını müəyyənləşdirmək üçün, deməli, özümüzdən hər hansı bir dəyişən, məsələn, mən K dəyişənini daxil edirəm, yəni addım sayını tapmaq üçün. Deməli, baxın, S-in son qiyməti 81 olmuşdur. Və S-in birinci qiyməti də, görürsünüz, 1-ə bərabərdir. Və 3'ü neçə dəfə bir-birinə vurublar, sonda 81 alıblar. Bunu tapmaq üçün, baxın, bu düstura əsasən burada verilib S ulduz 3, yəni S vurulsun 3. 81 bərabərdir. 1 vurulsun 3'ün qüvvətində K. Buradan da 81, 3'ün qüvvətində 4'ə bərabərdir. 3 üstü K-ya, əsaslar eynidir, üstlər də bərabər olacaq, yəni K 4. Deməli, 4 dəfə dövrün gövdəsi icra olunmuşdur və 4-cü dövrdən sonra dövrdən çıxış baş vermişdir. Gəlin tapaq. Deməli, biz bunun dövrdən çıxış qiyməti, yəni N1'i tapmalıyıq. N1, baxın, buna əsasən, bu düstura əsasən N1 üzərinə gəlirəm. 9 vurulsun 4, yəni 4-cü addımdan sonra dövrdən çıxış, yəni böyük bərabərdir 155 olmuşdur. Bu yazılışda biz N-in minimum qiymətini tapacağıq və bir addım geri qayıtsaq, yəni dövrə giriş sonuncu dəfə nə ilə girmişdir, onu tapmaq üçün N1 üzərinə əlavə edirəm. 9 vurulsun 3, kiçikdir 155 ilə dövrün gövdəsi icra olunmuşdur. Və burada deməli, N1 üzərinə əlavə edirəm. 9 dəfə 4, 36, böyük bərabərdir 155. N1 üzərinə gəlsin 27, kiçikdir 155 və buradan da alınır ki, deməli, N1 böyük bərabərdir 155-dən 36 çıxanda, deməli, 119 və 155-dən 27 çıxanda 128. Və buradan biz, belə dedik, ikiqat bərabərsizlik şəklində yazsaq, deməli, N-in deməli, minimum qiyməti 119-a bərabər olacaq. N-in maksimum qiyməti 127 olacaq. Çünki 128 daxil deyil, ciddi kiçikdir ona görə. Deməli, bizdən də ən böyük qiyməti istəmişdi. Cavab olacaq 127. Sualın izahı ilə bağlı nəsə qaranlıq məqam olsa, rəy bölməsinə yaza bilərsiniz, cavablandıracağım. Dərslərimizlə bağlı ətraflı məlumat əldə etmək istəsəz, 050 515 73 66 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm.